Salam olsun, hər vaxtınız xeyirli olsun. Tanış olun, Azərbaycanın fəxr olması gənc yeniyetmələrindən biri Kərəm Büyünərim Aykompun qonağıdır. Kərəm, xoş gəlmişsən. İndi deyəcəksiniz ki, nəyə görə fəxr olunmalıdır? Çünki Kərəm 75 ölkə arasında Hindistanda getdi, Azərbaycanı təmsil elədi robotexnika üzrə və 3-cü yer tutdu. 75 ölkə arasında. Əslində 3-cü yer tutdu, pros haqsızlıq olundu ona, 4-cü yer verdilər, mən bildiyimə görə. Bir danışardın Kərəm. Robotexnika nədir və bu sahəyə nətər gəldi, necə marağını oyandı? Mən ilk öncə evdə özüm oyuncaq maşınları sökürdüm, yəni elektronikasına baxırdım. Sonradan getdim Saray Steam'də. Saray Steam? Bəli. Getdiyin kurs? Yox, ən birinci Saray Steam'ə getmişəm. Orada getdim, Arduino öyrəndim, ondan sonra NTSK gəldim, Lego öyrəndim. Çıxdım, sonra gəldim Sunbuilders'a. Sunbuilders'da 9 ay çalışıb bu yarışa qatıldıq və Azərbaycan üzrə birinci yer, Hindistanda 75 komandadan 4-cü yer tutduq. Hətta Azərbaycan üzrə birinci yer tutdun, Hindistandakı 75 ölkə arasında 3-cü yer əslində tutmusan. Bu çox böyük bir fəxr olması bir şeydir Kərəm. Həqiqətən, yəni səni ürəkdən təbrik edirəm və səni kimi gənclərin Azərbaycanda olması çox vacib bir şeydir. Necə bir hiss idi? İnsana tək getmək, o yarışmaya qatılmaq, həyəcan yəqin ki var idi. Bəli, çox həyəcan var idi. Öz zaman birinci yarışım idi. Birinci belə bir beynəlxalq yarışın idi, amma sənə halal olsun, 75 ölkə arasında o yeri tuta bildin, Azərbaycanın adını və bayrağını da dalğalandıra bildin. Və nə demək istəyirəm? Kərəm bizi bir neçə ayda izləyir. Bəli, 2 ayda izləyir. 2 ayda bizi izləyir. Elə seçimini də bizdən elədi, düzgün seçim eləmişsən. Çünki keyfiyyətin tək ünvanı sayılan Aykon, bunu biz demirik, izləyicilər deyirlər. Və gəldi bu ilə bizdən F16 notebookunu, hansı böyüklüyündə ən çox satılan modeldir. Parametrlərin qısa məlumat verək. Bu F16 gördüyünüz gaming seriya notebook. i7 14650 AGX 16 nüvədir, səhv etmirəmsə, 32 GB operasiv yaddaşdır, 1 TB M2 sürətli SSD-dir və 50-60-dakı video kartasıdır. Düz dedim hamısını? Və mən düşünürəm ki, robotexnikada gələcəkdə sənin görməli olduğun işlərdə sənə böyük bir köməklik olacaq bu notebook. Yəni, oyun oynamaq üçün almır. Hər kəs gəlib oyun oynamaq üçün almır. Məsələn, Kərəm kimi canavar gənclər gəlib iş üçün, gələcəyin qurmaq üçün və öz belə deyək, təcrübəsini artırmaq üçün də Aykonku seçmiş olurlar. Kərəm, mən sənə təbrik edirəm bu notebook qalsın bir qırağa əldə etdiyin nailiyyətə görə. Çünki bugünkü gündə bunu edən çox az sayda gənclər var bu pilləyə qalxan. Sadəcə o bilmək istəyirəm ki, gələcək planların nədir və ikinci sualımda olacaq ki, gözəl bir, belə deyək ki, işdə maaş qazanandan sonra bunu sənə ata hədiyyə alır da. Sən ataya nə hədiyyə alacaqsan? Birinci planları barəsində danış, sonra ilk qazancında ataya nə hədiyyə alacaqsan, onu deyəm. Mən hələ ki mexanika üzrə gedirəm, amma mən arzum proqramist olmaqdır. İnşallah arzu satarsan. İnşallah. Mən ataya maşın hədiyyə almaq istəyərsən. Mən əminəm ki, sən o arzuya çatacaqsan. Belə gənclərimiz nə olsun, Azərbaycanda çox olsun və bütün arzularına inşallah çatarsan. Çox sağ ol. Təbrik edirəm. Sağ ol.